Bizim təqvimlə dekabr ayının 22-si mübarək Rəcəb ayı daxil olur. 3 mübarək ay başlayır. Rəcəb, Şəban və mübarək Ramazan ayı başlayır. Ariflər bu 3 ayı Allaha tərəf getməkdə ən mühüm ay bilirlər. Və xüsusi olaraq ariflərdən biri buyurur ki, hər kəs bu 2 ayı, Rəcəb, Şəban ayını diqqətli olsa, mübarək Ramazan ayında peyğəmbərlərin aldıqları hədiyyələri Allahdan alacaq. Bir gündə olsa, bacardığınız qədər çox tutmağa çalışın. Bir gündə olsa tutsa, heç olmasa Rəcəb ayından oruç tutun ki, çox mühüm aydır bu ay. Qəzası olmayanlar müstəhəb oruç tuta bilərlər. Rəcəb ayının orucunu tuturam, qürbətən iləllah. Amma kimin qəzası varsa, qəza oruclarını tutacaq, müstəhəb oruc tuta bilməz. Kiçik qardaşımız kimi məsləhət edirəm ki, biraz bütün iş gücdən 1 saat da olsa kənara çəkilib bir məqsəd qoyub o məqsədə doğru getmək lazımdır. Çox qarışıq zamanda yaşayırıq. Qərarları qarışıq vaxta veririk, sonra verdiyimiz qərarlar yadımızdan çıxır. Çünki zaman çox qarışıqdır.